Salam, hər vaxtınız xeyir olsun. Reala baxırsınız. Bugün paytaxt Bakı olduqca mötəbər bir tədbirə ev sahibliyi edir. Bu tədbir təkcə rəsmi Bakı üçün deyil, eyni zamanda region ölkələri, ha belə Avropa üçün də kifayət qədər strateji və kritik bir tədbir olaraq da tarixə düşür. Qeyd edeyim ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə nazirlərin 3-cü iclası bugün baş tutur və qeyd edeyim ki, bu tədbirlər, silsilə tədbirlər çərçivəsində bir sıra önəmli açıqlamalar səsləndirildi. Ümumiyyətlə tədbirlərin əsas mahiyyəti isə Azərbaycan qazının Avropa ölkələrinə tədarükü prosesini stimullaşdırmaqdır və eyni zamanda Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin görüşü çərçivəsində də əsas nüans Azərbaycanın bərpa olunan enerjiyə dair olan mütəşəkkil fəaliyyəti, eyni zamanda bu istiqamətdə yenilənən təcrübəsindən yararlanmaqdır. Həmçinin bununla əlaqədar olaraq Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və Rumıniya arasında da müştərək bir şəkildə tədbirlərin icrası planlaşdırılır ki, və məhz bunun nəticəsindədir ki, bir sıra önəmli sənədlərin imzalanması bugün həyata keçirildi. Qeyd edelim ki, Xəzər dənizi, Qara dəniz və Avropa Yaşıl Enerji Dəhlizi ilə əlaqədar olaraq da formalaşdırılmış bir görüş baş tutdu. Görüş müxtəlif komissiya heyətləri, eyni zamanda nazirlərin birbaşa iştirakı ilə həyata keçirildi. Görüşdə Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov təmsil edirdi və onunla yanaşı paralel olaraq onun Gürcüstanlı, Rumıniyalı, Macarıstandan, eləcə də Bolqaristandan olan həmkarları da məhz bu tədbirdə iştirak edirdilər. Qeyd edeyim ki, ümumiyyətlə Cənub Qaz Dəhlizi çərçivəsində Məşvərət Şurası kontekstində nazirlərin görüşü öz işinə fevralın əvvəllərindən 2015-ci ildən etibarən başlayıb və məhz həmin tarixdən etibarən paytaxt Bakıda silsilə olaraq bu tədbirlər öz işini davam elətdirir. Qeyd edeyim ki, Cənub Qaz Dəhlizinin təməl qoyması 2014-cü ilə təsadüf edir. Bu isə Azərbaycan qazının Avropaya tədarük olunmasını nəzərdə tutur. Hədəflənən əsas amil isə gücün 31 milyard kub metrə qədər çatdırılmasıdır. Ötürülmə gücünün artırılması ilə isə təbii qazın, Azərbaycanın tədarük olunan təbii qazının coğrafiyasında genişlənməsinə təkan verəcək. Məhz bunun nəticəsidir ki, Gülüstan Sarayında bugün səsləndirilən fikirlər prezident səviyyəsində də öz əksini tapdı və Prezident İlham Əliyev çıxışı zamanında vurğuladı ki, bugün əsas hədəf rəsmi Bakı üçün təbii qazın tədarükünü Avropa coğrafiyasında genişləndirməkdir və buna kifayət qədər böyük bir inam ifadə olundu. Bununla yanaşı Azərbaycan qazını tədarük etmək üçün Trans-Adriatik və Trans-Xəzər boru kəmərlərindən də istifadə edilməsi nəzərdə tutulur ki, bu boru kəmərləri ilə hasil olunan təbii qaz bundan sonraki mərhələdə Cənubi Avropa, eləcə də Türkiyəyə ixrac olunacaq. Bunun nəticəsidir ki, qardaş ölkə üçün də Cənub Qaz Dəhlizinin təkmilləşdirilməsi və bu qaz dəhlizi vasitəsilə qazın ötürülməsi önəmli rola malikdir. Avropa İttifaqının məsələ ilə bağlı maraqları isə kifayət qədər yüksəkdir. Bunun nəticəsidir ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı da bugün rəsmi Bakıdadır və o da artıq bu məsələlərlə bağlı irəliləyən saatlarda da mətbuat nümayəndələrinə məlumat verəcək və eyni zamanda mətbuat konferansında Energetika naziri Pərviz Şahbazovun da iştirakı nəzərdə tutulur ki, irəliləyən dəqiqələrdə də əldə etdiyimiz son məlumatları da izləyicilərimizdən bölüşməyə çalışacağıq. Qeyd edim ki, Cənub Qaz Dəhlizi kontekstində maraqlı olan ölkələr içərisində Türkiyənin adını xüsusilə çəkmək yerinə düşər. Buna yanaşı Avropa İttifaqı ölkələri də Rusiya tədarükünü tamamilə aradan qaldırmaq məqsədi ilə də rəsmi Bakı ilə bu istiqamətdə mütəşəkkil fəaliyyətdən maraqlıdır. Hadisələrin gedişatını izləməkdə ən son informasiyalardan izləyicilərimizi məlumatlandırmağa çalışacağıq. Siz isə realda qalın.